İlk növbədə qeyd edir ki, Ukrayna 4-cü müharibə qışına, mövsümünə daxil olur və vəziyyət çox kritikdir. Hər nə qədər çalışsalar da Ukrayna hava məkanını Rusiya raketlərindən və o cümlədən dronlarla müdafiə etmək mümkün deyil və kritik enerji infrastrukturu daim zərbə altındadır. Ruslar da artıq zəif nöqtə tapırlar. Həm də nəzərə alaq ki, ildən ilə Rusiyanın raket texnologiyaları və dron texnologiyaları inkişaf edir və onlardan hazırda müdafiə olunmaq, tamamilə müdafiə olunmaq demək olar ki, qeyri-mümkündür. Bu baxımdan Ukrayna üçün yeni çağırışdır və Ukrayna elektrik enerjisinin olmamasını Yunanistandan ithal olunacaq və ABŞ tərəfindən veriləcək qazla, təbii qaz təchizatı ilə əvəzləmək istəyir. Bunu qismən nail olacaqlar, bunu eləyə biləcəklər. Bu bir aspekt. Lakin bu o demək deyil ki, bütün əziyyətlər, məhrumiyyətlər arxada qalacaq. Yox, əksinə Ukraynanı doğrudan daha bir məhrumiyyətlərlə dolu sərt qış gözləyir. Hal-hazırdakı dəstəyin tempi imkan verməyəcək ki, Rusiyanın kritik enerji infrastrukturuna zərbələrinin qarşısı heç olmasa qismən alınsın. Bu mümkün deyil. Yəni artıq çox gecikmələri baş verib. Əslində bu yay mövsümü olmalı idi, lakin bunlar edilmədi. Baxmayaraq ki, İstəklər koalisiyası yaradıldı Avropada, Böyük Britaniyanın qeyri-formal liderliyi ilə, lakin bu İstəklər koalisiyası çox ləng və astagəl tərpəndi. İndi müəyyən ciddi addımlar atılır, lakin indiki addımlar effekt verəcək ilin sonu və yaxud gələn il əvvəlinə və ona görə yaxın qarşıdakı 2 ay Ukraynanı tam müdafiə etmək mümkün olmayacaq. Kritik dönəmdir deyirsiniz. Çox kritik dönəmdir. Əlbəttə, bu demək deyil ki, Ukrayna məğlub olacaq ya sarsılacaq, lakin Ukraynanın itkiləri artacaq. Və ikincisi, siz öz kronikanızda da görürsünüz, hər gün dinc şəhərlərə böyük zərbələr endirilir. Bəli, hər dəfə miqyas artır. Bunun siyasi səbəbləri var, bu barədə danışacağıq. Lakin faktiki olaraq indiki Ukraynaya təzyiqlə bir il əvvəlki təzyiq eyni deyil. Tamamilə fərqli bir miqyasdır və bu miqyas istər-istəməz öz neqativ təsirini göstərir. Əhaliyə təsir göstərir, müəyyən qədər neqativ fon yaradır və Ukrayna ordusunu çox çətin vəziyyətə salır. Bunları qeyd etmək lazım. Avropa İttifaqının dəstəyi isə hal-hazırda Ukraynanın əlbəttə müəyyən qədər cəbhə xəttini sabitləşdirmək və Rusiyanın artan təzyiqini, hərbi təzyiqini balanslaşdırmağa imkan verəcək. Qismən balanslaşdırmağa imkan verəcək. Yəni Rusların hazırdakı hücum sürətini müəyyən qədər yavaşıtmaq mümkün olar və yaxud saxlamaq mümkün olar ki, strateji təşəbbüsü Rusiyanın əlindən almaq indiki yaxın perspektivdə bu dəstəyini mümkün olmayacaq. Və biz dəfələrlə qeyd etmişik ki, bu məqsədə nail olmasın, daha yeni bir strategiya qoymaq lazımdır. Yəni, indiki strategiya əslində John Biden dövründə olan strategiyanın nisbətən təkmilləşmiş variantıdır. Müxtəlif silah təchizat mexanizmləri var, lakin Rusiya ciddi zərbə vuracaq. Rusiyaya strateji zərbələr endirə biləcək silahlar hələ də Ukraynaya verilməyib. Söhbət uzaq mənzilli raketlərdən gedir, söhbət hava hücumuna müdafiə sistemlərindən gedir və söhbət hava məkanı bağlamaq üçün qırıcı təyyarələrdən gedir. Bunlar yoxdur. Bu bir aspekt və ikinci aspektdə Ukraynalı hərbi analitiklər də qeyd edirlər ki, Rusların dron texnologiyası sürətlə inkişaf edir və Ruslar hazırda çox yaxşı bir adekvat cavab tapıblar. Bu optik kabellərlə işləyən dronlardır. Optik kabellərlə işləyən dronların miqyası artdıqca Ukraynanın zirehli texnikası da rol oynamır. Ukraynanın dron texnologiyası da artıq əvvəlki qədər effektiv olmur. Çünki Ruslar bundan çox güclü şəkildə istifadə edirlər və faktiki olaraq logistika yollarını kəsirlər. Yəni kabellə hərəkətləyən dronlar imkan verir ki, onlar o xəttdəki hərbi hissələrin logistika yollarını kəsirlər və necə ki, Pokrovskda biz bunu gördük. Və Ukrayna ordusu hələ ki, buna ənənəvi taktik ilə cavab verə bilmir. Rusların bu yeni taktikasına cavab verməsi ilk növbədə yeni dron texnologiya lazımdır Ukraynaya və yaxud da Ukraynanın dron sənayesinə əlavə sərmayələr lazım. İkincisi isə burada uzaq mənzilli raketlər lazımdır ki, uzaq mənzilli raketlərin verilməsi istiqamətində onsuz da Amerika Birləşmiş Ştatlarından bir gözlənti də var. Gözlənti var və eyni zamanda Almaniyanın gözlənti var. Hələlik bu istiqamətdə real addım atılır. Yalnız Britaniya bu raketləri verir. O məhdud sayda verə bilər, istehsal gücü azdır və həmçinin uçuş məsafəsi həm Taurusun, həm də Tomahawkların uçuş məsafəsi qədər uzun deyil və Ukrayna ordusu da Rusiya kimi təchizat yollarına, arxa cəbhədəki strateji obyektlərə kifayət qədər zərbə vura bilmir. Əlbəttə, dronlarla vururlar, lakin hazırda görünür ki, bu Rusiyanı o qədər də zəiflədə bilmir.